Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Əvvəla təşəkkürümü bildirirəm bu məclisi təşkil edən qardaşlardan. Allah bərəkət versin mallarına. Allah təala bizi cənnətdə cəm eləsin və bizim bu yığışmağımızı bərəkətli eləsin. Bugünkü məclisimizdə Uca Allahın bir ayəsi barədə danışacağım. Həm fayda olsun özüm üçün, həm də qardaşlarım üçün və bu ayə Ən-Nisa surəsinin 31-ci ayəsidir. Uca Allah bu ayədə buyurur ki: "İn təştənibu kəbaira ma tunhauna anhu nukaffir ankum seyyiatikum və nudkhilkum mudkhalan kerima." Allah Teala bu ayədə buyurur ki, əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, biz sizin kiçik günahlarınızı bağışlayar və sizi hörmətli və şərəfli bir yerə, yəni cənnətə daxil edərik. Bu ayə barədə qısa olaraq istərdim faydaları götürək. Ümumiyyətlə bu ayədə Allah Teala bizə bildirir ki, günahlar iki cürdür, iki qismdir. Allah Teala buyurur ki, əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz. Bu o deməkdir ki, kiçik günahlar da var. Günahlar iki cürdür. Böyük günahlar və kiçik günahlar. Və böyük günahlarla kiçik günahların tərifi barədə, yəni hansı günahlar böyük sayılır, hansı günahlar kiçik sayılır, bu barədə alimlərin müxtəlif sözləri var. Ümumi olaraq alimlər bildirmişlər ki, böyük günahlar o günahlar sayılır ki, onları edənə ya hansısa bir cəza, yəni hədd tətbiq olunur bu dünyada, yəni məsələn, oğurluq edənin əli kəsilir, başqa bir insanı öldürən qisas olaraq cana can öldürülür, bu kimi cəzalar tətbiq edilir və ya həmin günah sahibləri Allah Teala və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm o günah sahiblərini cəhənnəmlə hədələyib. Yəni bu günahlar böyük günahlar sayılır. Və bu ayə bizə əsasən iki fayda verir. Birincisi odur ki, kim böyük günahlardan uzaq durarsa, böyük günahları tərk edərsə, Allah Teala onun kiçik günahlarını bağışlayar. Bu birinci fayda. Yəni böyük günahları tərk etməyin faydası nədir? Kiçik günahlar bağışlanır. İkincisi isə faydası odur ki, böyük günahları tərk edəni Allah Teala cənnətlə müjdələyir. Ayənin sonunda bildirir ki, Allah Teala və nudkhilkum mudkhalan kerima. Biz sizi hörmətli, şərəfli bir yerə, cənnətə daxil edərik. Ümumiyyətlə əslində bəzi alimlər bildirmişlər ki, ümumiyyətlə günahları fərq etmir. İstər böyük olsun, istər kiçik olsun, istənilən bir Allahın qadağan etdiyi bir əməli etmək böyük bir günahdır. Və bunlar nəyə əsasən bunu demişlər? Çünki bildirmişlər ki, günahın böyüklüyünə və ya kiçikliyinə baxmayın, asi olduğunuz, yəni Allah Taala'nın böyüklüyünə baxın. İnsan gərək baxmasın ki, bu kiçikdir, bu günah böyükdür, bunu edim, bunu etməyim. İnsan baxmalıdır ki, kimə asi olur? Aləmlərin Rəbbi olan Allaha. Ona görə də insan çəkinməlidir. İstər böyük günah olsun, istər kiçik günah. Sadəcə böyük günahlardan çəkinmək, yəni bilmək və onlardan çəkinmək sözsüz ki, deməli ayədə qeyd olunan kimi həm kiçik günahların bağışlanmasına, həm də cənnətə düşməsinə səbəb olar. Ümumiyyətlə insan böyük günahlardan çəkinmək üçün nə etməlidir? Alimlər qeyd edirlər ki, insan böyük günahlardan çəkinmək üçün əsasən 4 məsələyə diqqət etməlidir. Birincisi, böyük günahları bilməlidir. Bilməlidir ki, böyük günahlar hansılardır? Və bunun üçün də elm lazımdır, elm almaq. Və ona görə də böyük alimlər böyük günahları bir yerə cəm edərək, yəni bu barədə kitablar yazmışlar. Məsələn, bu kitablardan biri də İmam Əz-Zəhəbinin Əl-Kəbair, yəni böyük günahlar kitabıdır. Və İmam Zəhəbi orada bu kitabda demək 70-ə yaxın və ya 60-a yaxın böyük günahları bir yerə cəm etmişdir. Və ona görə də insan gərək bu böyük günahlar, hansı günahların böyük günah sayıldığını öyrənməlidir, bilməlidir və məqsəd də nədir? Onlardan çəkinmək üçün. Yəni, məqsəd o olmamalıdır ki, böyük günahları bilim, ondan başqa kiçik günahları edim. Xeyr, bayaq qeyd elədiyim kimi insan baxmamalıdır böyük və ya kiçik günahlar. Çünki bəzən kiçik günahlar belə yığıldıqda, yəni insan onu israr etdikdə, davamiyyətli etdikdə, gəlib böyük günah səviyyəsinə çata bilər. Necə ki, alimlər qeyd edirlər ki, böyük dağlar özü nədən ibarətdir? Kiçik çınqıllardan ibarətdir. Kiçik günahlar da yığıldıqda insanı böyük günah dərəcəsinə gətirib çatdıra bilər və həmçinin insanın Allah uzaq eləsin cəhənnəmə düşməsinə səbəb ola bilər. Ona görə insan böyük günahları öyrənməməlidir ki,
kiçik günahları edib. Deməli, birinci nə etməlidir insan? Böyük günahlardan çəkinmək üçün əvvəlcə elm almalıdır. Elm almalıdır və böyük günahları bilməlidir. Və həmçinin də bilməlidir ki, böyük günahların zərəri nədir? Çünki Allah Teala bildiyimiz kimi uca Allahın bizə qadağan etdiyi hər bir günahda zərər var. Lakin böyük günahların zərəri daha çoxdur. Həm insanın özünə, həm cəmiyyətə. Ona görə də insan bu günahları bilməli və bu günahların təsirini öyrənməlidir. Çünki bildiyimiz kimi istənilən bir günah insanın həyatına, insanın əxlaqına, insanın hətta ruzisinin azalmağına belə səbəb ola bilər. Necə ki, hədislərin birində keçir ki, bəzən insan etdiyi hansısa bir günaha görə Allah onu hansısa bir ruzidən məhrum edə bilər. Və ilk növbədə nə etməlidir? Böyük günahları öyrənməli və böyük günahların zərərlərini öyrənməlidir və onlardan məqsəd nədir? Çəkinmək üçün. Bu birinci. İkinci, böyük günahlardan çəkinmək üçün vacib olan məsələlərdən biri budur ki, Allahdan yardım istəmək. Çünki insan zəifdir, insan özü, yəni Allah Teala əgər onu öz nəfsinə buraxsa, insan çox zəifdir və heç kim deyə bilməz ki, mən bu günahı etmərəm. İnsan daim Allahdan yardım istəməlidir ki, Allah onu sabit eləsin. Necə ki, biz namazda Fatihə surəsində deyirik, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edir və səndən yardım diləyirik. Yəni, Allahdan niyə yardım diləyirik? Allaha ibadətdə və həmçində haramlardan çəkinməkdə. Həmçinin növbəti ayədə nə deyirik? İhdinəs sıratal müstəqim. Bizi doğru yola yönət. Yəni, Allahdan biz bunu diləyirik. Və əgər Allahın sabitliyi olmasa, insanı sabit etməsi olmasa, Allahın insana qoruması olmasa, insan həlak olar, məhv olar. Ona görə insan arxain olmamalıdır və daim Allahdan yardım istəməlidir ibadətində və həmçində günahlardan çəkinməkdə. Üçüncü məsələ, insan böyük günahlardan çəkinmək üçün böyük günahlara aparan səbəblərdən çəkinməlidir. Çünki bildiyimiz kimi böyük günaha aparan müəyyən səbəblər var, əməllər var. Məsələn, bildiyimiz kimi zina haramdır, lakin Allah Teala nə edib? Həmçinin harama baxmağı da qadağan edib. Qadınla bir otaqda naməhrəm qadınla tək qalmağı da haram edib. Həmçinin qadına toxunmağı da haram edib. Ehtiyac olmadan qadınla danışmağı da haram edib. Yəni bunlar hamısı nədir? Harama aparan səbəblərdir. Ona görə insan böyük günahlardan çəkinmək üçün böyük günahlara aparan səbəblərdən də çəkinməlidir. Ona görə də alimlər qeyd edirlər ki, böyük günaha aparan hansısa bir səbəb varsa, o səbəbin özü də böyük günahdır. Və dördüncü məsələlərdən biri də insan qəlbində sadiq niyyəti olmalıdır və qəti əzmkarlıqla deməli qərar verməlidir ki, mən günahlardan çəkinəcəm, böyük günahlardan çəkinəcəm. Yəni insan böyük günahları bildi, həmçinin Allahdan yardım dilədi, həmçinin səbəblərdən çəkindi və həmçinin qəlbində də əzmkarlıq olmalıdır və qəti şəkildə niyyət etməlidir ki, mən böyük günahlardan çəkinəcəm. Ümumiyyətlə bu mövzu geniş mövzudur və mən ilk növbədə özümə və qardaşlara tövsiyə edirəm ki, bu barədə, yəni böyük günahlar barədə dərslərə qulaq assınlar, kitablar oxusunlar. Əlhəmdülillah qardaşlarımızın bu barədə dərsləri var. Həmçinin İmam Zəhəbinin qeyd etdiyim kimi böyük günahlar kitabını qardaşlarımız da keçir və həmçinin demək Allahdan yardım istəmək lazımdır ki, Allah bizi sabit eləsin, Allah Teala bizi qorusun bu günahlardan. Bu qədər qardaşlar, Allah bizi eşidib faydalardan etsin. Və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi və əshabihi.